Azəri qızımız bu sənətdə özünü əsəbsiz təsəvvür edə bilmir. Mən hər gün depresyon. Depresyona deyəndə düşmək, bizim sənətimiz elə bir sənətdir ki, nevlənmək heç bir zaman ki olmaması imkansızdır. Əsəbləşəndə özünü sakitləşdirmək də özünə aiddir. Hirslənəndə müğənni acığını çıxmağa adam axtarır. Türkiyədə olduğum zaman menejerlərimə çox vaxtı tökdüyüm olub sinirlərimi. Amma sonra demişəm ki, kusura bakma da, yəni sinirləndim. Amma əsasən ki, olmaz əsəbləşəndə, onda vay onun halına da. O zaman heç bir zaman kurtuluşu yoxdur. Amma əsəbləşəndə genəldə belə çox özümü dağıdım ya da dünya aləmi qırım, əsəbləşim, sinirlənim. Sənə heç cürə də yaraşmır, qaşlarını belə eləyəndə Rəcəb İvədəyə oxşayırsan, verməyərsən. Depresiyaya düşdükdə isə Günelin yanında nə badə psixoloq adı çəkəsiz? Depresyona, yəni bu bir şeyə əsəbləşəndə falan yox, amma düşdüyüm olub, amma özümü çıxartmışam. Hətta çalışdığım insanlar və dostlarım deyiblər ki, yəni səni qaliba psixoloğa götürməmiz lazım. Demişəm ki, özün gedeyim, mən niyə gedirəm? Başı xarabdır sən. Amma dedim, bəlkə səni götürüm, aparım, gedirsən psikologla biraz danışasan, başdan xarablık deyil. Sən güclü olmalısan. Yox, elə bir şey yox, amma öz-özlüyümdə demişəm, mən nəyə görə bunu eləməliyəm? Mən əsəbləşməməliyəm, mən özümə qiymət verməliyəm, kimsə məndən üstündür, xeyr.